Azərbaycan televiziya və radio verilişləri QSC müxtəlif layihələr və verilişlər üçün göstəriləcək xidmətlərə görə 423.582 manat ödəniş edəcək. Yenavaz.com xəbər verir ki, AzTV bu xidmətləri göstərəcək şəxslərlə satın alma müqavilələri imzalayıb. Qeyd edək ki, AzTV ümumilikdə bu şirkətə və 30 nəfərə ödəniş edəcək. Onu da bildirək ki, AzTV tanınmış aktyor Zeynalov Əjdər Mehdioğluna 2 dəfə əslində biz televiziya layihəsi üçün 6570 manat, biz səssiz səslər 44 gün, film və televiziya layihələri üçün isə 8500 manat ödəniş edəcək. AzTV-nin qeyd olunmuş xidmətlər üçün ödəniş etdiyi şəxslər arasında ölkənin tanınmış sənət adamları da yer alıb. AzTV ilə satın alma müqaviləsi imzalayan şəxslər VN nömrələri və onlara ödəniləcək məbləğ bu şəkildədir. Məlumat üçün bildirək ki, qeyd olunan vəsait biz səssiz səslər 44 gün film və televiziya layihələri, əslində biz televiziya layihəsi, belə işlər layihəsi, 4-cü divar bədii televiziya serialı, Bulaq, Görüş yeri, Türk yurdu, Sərhəd tanımayanlar və Danışır musiqi verilişləri üçün göstəriləcək xidmətlərə görə ödəniləcək.